Xarici İşlər naziri Maqa Bocorişvili Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Robin Danniganla görüşüb. Görüş zamanı Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığın gündəliyi müzakirə edilib və qeyd olunub ki, ortaq dəyərlər və maraqlara əsaslanan iki ölkə arasında tərəfdaşlıq müsbət dinamikaya ehtiyac duyur və Gürcüstan hakimiyyəti buna hazır olduğunu dəfələrlə təsdiqləyib. Tərəflər ölkələr arasında 10 illiklər ərzində formalaşmış strateji münasibətlərin gələcək əməkdaşlığın dərinləşdirilməsi üçün ən yaxşı təməl olduğunu qeyd ediblər. Görüşdə həmçinin regionda və dünyada mövcud təhlükəsizlik mühiti və çağırışlar, eləcə də bu kontekstdə Amerika Birləşmiş Ştatlarının dəstəyi və əməkdaşlığının əhəmiyyəti müzakirə olunub. Görüşün sonunda tərəflər iki ölkə arasında strateji əməkdaşlıqda irəliləyişə nail olmaq üçün fəal işləməyə hazır olduqlarını bildiriblər. Gürcüstanda narkotik vasitələr siyasəti sərtləşdirilir. Parlament anti-narkotik qanunvericilik dəyişikliklərini müzakirə etməyə başlayıb. Müzakirə İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsində keçirilib. Gürcü arzusu və xalqın gücünün birgə təşəbbüsü ilə az miqdarda narkotik satışı halında belə cinayət məsuliyyəti maksimum sərtləşdiriləcək və o 12 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutacaq. İslahata əsasən narkotik istifadəçilərinə də əlavə məhdudiyyətlər tətbiq ediləcək. Din xadimləri narkotik vasitələr siyasətinin sərtləşdirilməsini vacib hesab edirlər. Dekanoz David Lasuraşvili və dekanoz David Nozadze bu gün bu məsələyə münasibət bildiriblər. Onlar deyiblər ki, ölkədə narkotik istifadəçilərinin sayı çoxdur və narkotikdən istifadə yaşının aşağı salınması faktı da vəziyyəti ağırlaşdırır. Onların bəyanatına əsasən bu məsələni qanunvericilik təzyiqi altına salmaq lazımdır və narkotik vasitələr siyasətini sərtləşdirməklə yanaşı sağlam həyat tərzinin populyarlaşdırılması məqsədi ilə informasiya kampaniyasının başladılması zəruridir. Gürcüstan terrorizmlə mübarizədə əhəmiyyətli irəliləyiş nümayiş etdirib və ölkə son illərdə terrorizmin sıfır təsir göstəricisini uğurla qoruyub saxlayır. Bu haqda Dövlət Təhlükəsizlik Xidmətində bildirirlər və dünyada terrorizmin indeksi səviyyəsi haqqında İqtisadiyyat və Sülh İnstitutu tərəfindən dərc edilmiş hesabata münasibət bildirirlər. Qurumun məlumatına əsasən son 10 il ərzində dərc olunan qlobal terrorizm indeksinə əsasən Gürcüstan terrorizmlə mübarizədə əhəmiyyətli irəliləyiş nümayiş etdirib. Gürcüstan hələ də terrorizmin təsirinin sıfır olduğu ölkələr sırasındadır. Bəyanatda oxuyuruq ki, ölkə Macarıstan, Xorvatiya, Sloveniya, Rumıniya və onlarla başqa dövlətlə birlikdə sonuncu yeri tutur. Bu isə deməkdir ki, 2024-cü ildə Gürcüstanda heç bir terror hadisəsi baş verməyib və ölkə təhlükəsiz mühiti qoruyub saxlayır. Mixail Saakashvili tərəfindən sərhədin qanunsuz keçilməsi işi üzrə hökm bazar ertəsi martın 17-sində elan olunacaq. Bugünkü məhkəmə prosesində eks-prezident yekun nitqlə çıxış etməli idi, lakin o onlayn bağlantıdan imtina etdi. İttiham tərəfi məhkum etmə hökmünün çıxarılacağını gözləyir. Müdafiə tərəfi isə bildirir ki, prezident ölkəyə qayıtdığı üçün mühakimə olunmamalıdır. Müxalifət nə etməyi planlaşdırır və onların fəaliyyət planı necədir? Ümumi alternativ siyasi mərkəzin yaradılıb-yaradılmayacağı yenə də bilinmir. Siyasətçilərin dediyi kimi məsələnin müzakirəsi davam edir. Müxalifət gələcək addımların atılmasının zəruriliyinə və koordinasiyanın əhəmiyyətinə diqqət yetirir. Hakim komandada isə müxalifət nümayəndələrinin hərəkətlərinin xaricdən diktə olunduğunu və rəqiblərinin şansının sıfıra bərabər olduğunu hesab edirlər. Azərbaycanla sülh sazişi imzalanmağa hazırdır. Bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qurumun məlumatına əsasən Bakıya məlumat veriblər ki, Yerevan Azərbaycanın təklifləri ilə bağlı saziş layihəsinin həll olunmamış 2 maddəsinə razıdır. Bəyanatda konkret olaraq hansı maddələrdən söhbət getdiyi qeyd olunmur. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Azərbaycan tərəfinə saziş layihəsi üzrə danışıqların başa çatması ilə bağlı bircə bəyanatla çıxış etməyi təklif ediblər.
ediblər. Lakin Bakı birtərəfli bəyanatla çıxış etməyə üstünlük verib. Bununla yanaşı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlər arası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqlar başa çatıb. Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədi ilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzun müddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq, deyə bəyanatda qeyd olunub və iki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və ya digər məsələlər üzrə iki tərəfli dialoqu davam etdirməyə hazır olduqları deyilir. Gürcüstan Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının başa çatmasına münasibət bildirib. Bu regionda uzun müddətli sülh və sabitliyə doğru atılmış tarixi addımdır. Gürcüstan, Ermənistan və Azərbaycan arasında sülh sazişinin 17 maddəsinin hamısı üzrə danışıqların başa çatmasını alqışlayır deyə bəyanatda qeyd olunub. Ermənistanla Azərbaycan arasında saziş davamlı sülhə yol açmalıdır. Bu haqda Fransa prezidenti deyir. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına indi heç nə maneə olmur. Mən bu qərarı alqışlayıram deyə Macron sosial şəbəkədə yazır. Vladimir Putin Amerika Birləşmiş Ştatlarının xüsusi nümayəndəsi Steve Witkoff ilə dünən axşam görüşüb və Donald Trumpa çatdıracağı məlumatı ona verib. Bu haqda Kremlin məlumatında deyilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə Witkoff arasında söhbətin təfərrüatlarını açıqlamayıb. Peskov bildirib ki, hər iki tərəf başa düşür ki, Vladimir Putinlə Donald Trump arasında söhbət zəruridir. Bununla yanaşı Kremlin sözçüsü qeyd edir ki, dəqiq vaxt hələ razılaşdırılmayıb, lakin eyni zamanda Witkoff Moskvada aldığı bütün məlumatları Trumpa çatdırdıqdan sonra söhbətin tarixini müəyyən edəcəklər. 21-ci əsrdə təhsil və elm, çağırışlar və yeni perspektivlər. Tbilisidə bu adda konfrans keçirilir. Təhsil və elm sahəsində aparıcı gürcü və xarici ekspertlər, eləcə də Gürcüstanın təhsil naziri tədbirdə iştirak edir. Tədbirin məqsədi təhsil və elmdə müasir tendensiyaları müzakirə etmək, ali təhsil islahatlarını və onların əmək bazarına uyğunluğunu təhlil etmək, eləcə də akademik sahənin və elmi tədqiqatların üzləşdiyi çağırışları müzakirə etməkdir. Gürcüstan Ermənistan futbol maçına bir neçə gün qalır. Gürcüstan milli komandası martın 17-sində toplaşmağa başlayacaq. İlk qarşılaşma isə martın 20-sində Yerevanda keçiriləcək. Xuiça Kvaratskhelia və Quram Kaşiya diskvalifikasiya səbəbindən bu görüşü buraxacaq. Cavab görüşü martın 23-də Tbilisidə Boris Payçadze adına arenada keçiriləcək. İki oyunluq duelin qalibi UEFA Millətlər Liqasının B divizionunda çıxış edəcək. Gürcüstanın birinci kanalı maçların birbaşa reportajlarını sizlərə təqdim edəcək.